Dərmanlar bahadır, amma bu içki daha ucuzdur və dərmandan daha güclüdür. Təzyiq, xolesterol, arıqlama, bütün bunların təbii həlli. Bugün sizə sarımsağın özündən daha faydalı olan sarımsaq şirəsindən danışacağım. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, zınqrov işarəsini açmağı və videonu bəyənib paylaşmağı unutmayın. Aparılan araşdırmalar nəticəsində sarımsaq şirəsi böyrək xəstəlikləri və infeksiyasına səbəb olan bakteriyaları məhv etdiyi aşkarlanıb. Böyrəkləri qorumaq və günə enerjili başlamaq üçün hər səhər bir stəkan sarımsaq şirəsi için, yüksək təzyiq və yüksək xolesterol kimi problemləriniz varsa, sarımsaq şirəsi xilaskarınız olacaq. Sarımsaq şirəsi içmək təzyiqinizi stabilləşdirir. Həmçinin gün ərzində sarımsaq lətindən 60-100 qram yemək, qan təzyiqini aşağı salmaq üçün içilən dərman preparatları qədər təsirlidir. Qanda şəkərin miqdarını nizamlayaraq qanı duruldur. Duzlaşma və oynaq ağrısına məruz qalıbsınızsa, rasionunuza sarımsaq şirəsi daxil edin. Ümumi sümük sağlamlığı üçün vacib olan estrogenin ifrazını artırır və sümükləri möhkəmləndirir. Bunun üçün səhər içilən bir stəkan sarımsaq şirəsi bəs edər. Görmə qabiliyyətini artırır. Sarımsaq şirəsi gözdaxili təzyiqi aşağı salır. Təhlükəli göz xəstəliklərindən birinə keratitə səbəb olan mikroblarla mübarizə aparır. İdman etməyə gücünüzün və enerjinizin olmadığı zaman, ürəklə bağlı narahatlıq yaşayanlar üçün bu şirə möcüzədir. Beynin funksiyasını sürətləndirir. Yaddaşın itirilməsi diqqətin dağılmasını aradan götürür və qocalmanı ləngidir. Buna səbəb isə təzyiqi yüksəlməyə qoymaması və xolesterol səviyyəsini nizamlaması sayəsində nail olur. Səhər acqarına bir stəkan sarımsaq şirəsi içmək beyni və həzm sistemini oyandırır və gün ərzində fasiləsiz və problemsiz işləməsinə zəmanət verir. Sarımsaq şirəsi içməklə arıqlamaqda olur. Bu şirəmədə problemlərinin həllində, ishalın aradan qaldırılmasında, şişkinliyin yox edilməsində olduqca effektivdir. Dərinizi hamarlaşdırır. Sağalmayan sızanaqlarınız varsa sarımsaq şirəsinə üz tutun. Tərkibindəki antioksidantlar toksinləri bədəndən xaric edir. Orqanizm daxilən nə qədər sağlam olsa, dəri də bir o qədər gözəlləşər. Sarımsaq şirəsi necə hazırlanır? Sürtgəcdən keçirilmiş 2 diş orta ölçülü sarımsağı, 2 dilim limonu, yarım çay qaşığı zeytun yağını bir stəkan qaynar suya qatın. 10 dəqiqə dəmlənməsini gözləyib ilıq halda içə bilərsiniz. Sarımsaq suyunu birbaşa içmək istəməsəniz, yeməklə birlikdə və ya sulu xörəklərə töküb qarışdıraraq içmək olar. Bu möcüzəvi içkidən xəbərdar olmayanlar üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.